Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Allahümme salli ala Muhammedin ve ali Muhammed. Allahu Teala hədis-i qüdsüdə belə buyurur. Oruç mənə aiddir, mükafatını da mən özüm verəcəyəm. Bəzi yerlərdə də var ki, oruç mənə aiddir və mükafatı elə mən özüməm deyə nəqillər var. Salamlayırıq əziz Quran sevərləri, dəyərli izləyiciləri. Bilirsiniz ki, Ramazan ayının artıq son 10 günlüyüdür. Bu bərəkətli günlərdən istifadə edək. Allah tutduğunuz oruçları, etdiyiniz ibadətləri qəbul eyləsin inşallah. Bugünkü dərsimiz salamlar bölməsidir. Salamlar namazda bilirsiniz ki, namazın axırında, namazı qutaranda demək salamlar verilir, ondan sonra namaz qutarır. Təşəhhüdü biz keçdik, təşəhhüddən bərabər namazı qurtardığımız zaman. Təşəhhüddən sonra ən axırda salamlar deyilir. Baxın, bu salamlar deyilir və namaz qurtarır. İndi görək bu salamlar necə oxunur. Çünki namaz qılan insan və yaxud da ki, təzə başlayan insan, qılmaq istəyən insan mütləq şəkildə bu oxunuş qaydalarını ərəbcə bacardığı qədər, çalışdığı qədər doğru düzgün ağızdan çıxartmalıdır hərflərin məxrəcini. Yəni, bəzən biz onu Azərbaycanca əzbərləyirik, ərəb hərfləri ilə, yəni ərəb Azərbaycancası deyim də, əzbərləyirik Azərbaycan dilində ərəb sözlərini. Amma orada boğaz hərfləri var, digər qalın, incə məsələləri var, uzatmama məsələləri var. Onlara diqqət eləmir, çünki orada onu göstərmir. Amma ərəb əlifbasında onlar hər biri, baxın, göstərilir. Yəni, nədir? Qayda qanununa uyğun olaraq. Demək, salamlar bölməsini keçirik Allahın izni ilə. Baxın, birinci salam, indi inşallah oradan başlayırıq. Əs-sələmu. Baxın, lə uzanmalıdır. Əs-sələmu. Biz onu görürsünüz, öz dilimizdə də salam deyirik. Amma o sa deyil, sə hərfidir. Əs-sələmu. Əs-sələmu. Keçdik bura. Ələykə. Baxın, hər üçündə də bu hissə var. Əs-sələmu əleyk. Baxın, əleyk. Və sonluqları fərqlidir deyə onları fərqli rənglə qeyd eləmişəm ki, yadınızdan çıxmasın. Yəni, göz yaddaşı da önəmlidir, mühümdür. Yəni, ardıcıllıqla. Birinci nədir? Əs-sələmu ələykə. Birincisi kədir. Ələkdən sonra kədir. Necə oldu? Əs-sələmu ələykə. Oxuduq. Burada heç bir uzatma yox idi. Ələykə. Keçdik bu hissəyə. Əyyuhə. Uzatma var. Lakin tez baxırıq sonraya. Keçid var deyə nuna. Ona görə uzatmırıq. Uzatma yazılır, amma düşür. Əyyuhən nəbiyyu. Bir də oxuyuruq. Nəbiyyu. Yədən 2 dənədir. Necə oldu? Əyyuhən nəbiyyu. Və rah. Hə boğazdadır, diqqət edin. Buradan m-nı biraz sıxırıq. Baxın. Əyyuhən nəbiyyu. Və rahmətu. Və rahmətullahi. Getdik. Və rahmətullahi. Sonra necə oldu? Və bərakətuh. Dayandıq deyə, baxın, sonda dayandığımız yerlərə, baxın, nöqtə qoyuruq ki, və bərakətuhudur. Və bərakətuhu. Lakin, birinci salamdır və salamın axırında dayandırıq deyə deyirik. Və bərakətuh. Burada da kə uzanır. Harada uzatma olan var, onu uzadın. Uzatma olmayan yerləri isə uzatmayın. Və bərakətuh. Bir daha oxuyuruq. Əs-sələmu ələykə. Ayn boğazdadır. Ələykə.
eyyühen nebiyyü ve rahmetullahi ve berekatuh. Bu şəkildə. İndi tərcüməsini Allahın izinlə deyək. Allahın salamı olsun. Allahın salamı, rəhməti, bərəkəti üzərinə olsun. Ey Peyğəmbər. Baxın, salamın birinci hissəsində Həzrəti Peyğəmbərə salam göndərilir. Allahın salamı, rəhməti, bərəkəti üzərinə olsun. Aleykə. Ərəb qrammatikada kə, yəni sənin üzərinə olsun, ey Peyğəmbər. Keçdik ikinci hissəyə. Yenə eyni gəlir. Əs-sələmu aleynə. Baxın, birinci aleykə idi, kə. Onu ona görə fərqləndirmişdim. Burada da baxın, bu hissəyə kimi gəlir, burada isə fərqlidir. Əs-sələmu aleynə. Nənin uzatması var? Aleynə. Davam edirik. Və alə. Burada yə qoyulubdur. Kiçik əlif. Demək, uzatmadır. Baxın, burada kiçik əlif qoyulub. Bu yə oxunmur, yəni uzatma rolundadır. Və alə. Və alə. Ləmində uzatması var, baxın. Və alə. Keçdik. Yenə baxın, boğaz 1, 2, 3, baxın, ayn hərfi dalbadal 3 dənə ayn hərfidir, baxın. Aleynə və alə ibədilləhi. Dayanırıq, indi keçəcəyik. Bir də gedirik. İbə, bə uzandı. İbədilləhis. Yenə diqqət edin. Nə var? Vəsl işarəsi var ki, yəni sada, birbaşa sada birləşdiririk. Və alə ibədilləhis salihin. Necə oldu? Dayandıq, baxın. Bu hansı sözdür? Salihin. Salihin sözüdür. Nə oldu? Hə boğazda oldu. Uzatma oldu hədən sonra və nunda da dayandırıq deyə elə salihinə yox, elə ikinci salam qutarır. Deyirik salihin. Bir daha baxın, buradan gələk. Və alə ibədilləhis salihin. Mütləq baxın, buna diqqət edin. Vəslədən keçəndən sonra hərfə, o hərf qoşadır. Birinci o hərfi biz keçmişik şərtdə dərsində də, yəni. Birinci o hərfi sükunlu deyirik. İbədilləhis. His. Sükunlusunu dedik. Ondan sonra hərəkəsini deyirik. Sa. Uzatma var. Salihin. Yəni bunları baxın, hər birini belə təhlil eləyin. Ondan sonra dilimiz öyrəşənə kimi oxuyun, təkrarlayın. Və bir məqam gələcək ki, artıq siz heç məsələn harda uzatma var filan, onu elə dilimiz elə öyrəşəcək ki, fikirləşmədən doğru şəkildə oxuyacaqsınız. Baxın. Əs-sələmu aleynə və alə ibədilləhis salihin. İkinci salamdır. Burada deyir ki, Allahın salamı olsun bizə və salih bəndələrinə. Diqqət edirsiniz. Birinci elə bir ki, baxın, namazın ikinci salamında həm özümüzə deyirik. Allahın salamı olsun bizə və salih bəndələrinə. Baxın, Peyğəmbər gəlir, Peyğəmbərə deyirik. Ondan sonra görürsünüz, orada əhl-i beyti də var, salih bəndələr. Salih bəndələrin başında duran kimlərdir? Elə Peyğəmbərin əhl-i beytidir. Keçdik üçüncü salama. Əs-sələmu. Eyni şəkildə gəlir. Burada da baxın. Aleykum. Baxın, kə idi, nə idi və indi də kum oldu. Əs-sələmu aleykum və rahmətu.
Yəni bu kəlməni biz necə deyim, öz dilimizdə də çox işlədirik. Sadəcə biz burada qalın incə məsələlərinə, uzatma məsələlərinə diqqət eləməliyik. Əssəlamu aleykum və rahmətullahi və bərəkətuh. Necə oxundu? Əssəlamu aleykum və rahmətullahi və bərəkətuh. Bu şəkildə deyəndən sonra namaz bitir. Sonda da deyir ki, Allahın salamı, rəhməti, bərəkəti üzərinizə olsun. Necə oldu? Allahın salamı, rəhməti və bərəkəti üzərinizə olsun. Bunu namazda da baxın, sonuncu salamı ki deyirik. Onunla namaz bitir. Və biz çalışaq ki, Allahın izni ilə baxın, hər birinin məxrəclərini, uzatmalarını doğru düzgün yerinə yetirək. Allahdan hər birinizə müvəffəqiyyət və zihin açılığı arzu edirəm. Vəssalamu aleykum və rəhmətullah.